işe daimi olarak kalmak, sadece o işler konfor zonlarına sen takın, orada kalmak bu olmamalıdır. Ve her daim özümüzü inkişaf ettirmeliyiz. Buna göre de mesela koymuştum, eğer bir şirketten xoşbəxt değilsə, özümüzü tapıb bilməmişiksə və bunu sadece inkişaf edeyim, daha da yükselere getirmeye gelişirsə, hardasa biz 2 yıl orada işleyerek, yani sonra özümüzü değiştirelim. Ve biz sonradan birisi şirkete daxil olduk. Mesela siz hal-hazırda Halliburton'da 5 ildən artıq işləyirsiniz. Bundan sonra biz hələ də sonra hansı bir dəyişikliyi, şirkət dəyişikliyi eləməliyik, yoxsa bir şirkətdə artıq sona qədər qalmaq bizim üçün uyğundur, uğurludur. Belə baxaq. Yəni, məsələn, Halliburton üzərinə götürəndə, mən Halliburton'da 5 ildir eyni işi görmürəm. Mən hər il yeni bir texnoloji, bu birinci ildə bu texnologiyalardan məsul mühəndisəm. Amma ikinci ildə yeni texnologiya, yeni təhsil, yeni öyrənmələr, yeni təcrübə, yeni falan inkişaf davam edir. Şirkətin adı eyni qalsa belə vəzifə artır və inkişaf. Bu belə komfort zonu deyil. Tamam, bu məsələ baxmazdır. Problem o insan üçündür ki, o insan hər gün işə gəlir, eyni dəzgahın üstündə eyni işi görür, qayıdır da. Hər gün bu problemdir yəni. Ki o da bugünün dünyasında problemdir. Sovetin dövründə bu alqışlanır. Bizim atalarımız, babalarımız, nənələrimiz gəlib bir dəzgahın üstündə 35 il eyni dəzgahda işləyib gedirlər, onlara medal da verirlər bunu gördüyünə görə. Düzdürmü? Amma kapitalizm dövründə sən inkişafda olmazsan. İnkişafda olmadın, səni gəlib keçəcək. Heç vaxtı deməməlisən ki, mən bu işi bildim, hər şey əladır. Yeni bir şey çıxacaq yəni. Heç bir şirkətdə bir texnologiya neçə il davam edir, yeni texnologiyalar gəlir. Sən də bir mütəxəssis kimi yeni texnologiyalar öyrənməli olursunuz yəni. Bunu bilib qəbullanmalısınız yəni. İş həyatında təhsil bitməyəcək yəni. O şirkətlər ki, okey, mən superəm, mənim texnologiyamda super dedisə, batacaqlar. Nokia firması niye battı? Niye battı? Çünkü biz Nokia'ya, biz süperik dedi. Ama ne iPhone, ne Samsung bunu demedi. Başa düşürsünüz? Günlük ayrılık. Neyse, ayrılık, indi yeniden ayrıldı. Başa düşürsünüz? Ama batmıştı, zerresine iflas oldu. O inkişafı tutabilmedi. Tamam mı? İş hayatında bunu göreceksiniz. Siz bir şirkete geldiniz, yeni şeyler öğrenmelisiniz. Çünkü sizden daha smart, sizden daha ağıllı bir nəsil gəlir. Hər növbəti nəsil səndən daha smartdır. Sənin 5 il elədiyini növbəti nəsil 3 il, 2 il eləmək qədər beyninə sahibdir, genetik olaraq yəni. Ona görə sən daimi inkişaf olmalısın. Aydındır. Və bugün işlərdə de görürsünüz, yeni nəsil, yaşlı nəsli işdən sıxışdırıb çıxardır. Hansı yaşlı nəsil işdə qala bilir? Yeni nəsil qədər yeni texnologiyalar mənimsəməyi bacaran insanlar. Düzdür. Ona görə də belə deyək, bir şirkətdə qala bilərsiniz, xülasə. Əgər o şirkət sizə daimi inkişaf təmin edə bilirsə, yəni. Yox, əgər eyni rutində gedirsinizsə, bu dövr sizi öldürəcək. Başqaları siz gəlib keçəcək. Və siz bir anda şirkətə lazımsız bir insana çevirəcəksiniz. Ama ben siz dediğiniz var ya, yani yeni nesil, yaşlı nesil çıkardır. Ama biz Azerbaycan'da o işlenmiyor. Mesela özüm belirlediğimde, Bakı Metropolitende işlemişim, 9 ay. Az işlemişim ama işlemişim. Deməli orada bizim müdürümüz var idi. Konkret yeni model insan idi, yeni yetiştirdi. Onu çıxartdılar işlem. Yaşı da 35-40 yaşı var idi, şöbə müdürü idi. Yani cavan idi ama çok böyük bir experience var idi. Ama həmin yerdə olanlar, məsələn başqaları, hamısına yaşlı nəsil idi. Yəni müdürlər, şöbə müdürləri, xidməti müdürlər, hamısı yaşlı nəsil idi. Amma yenə də oradan çıxardamırlar. Çünki oturuşurlar oradan. Heç kim onları çıxarda bilmir. Ona görə məncə bu Azərbaycan deyil, başqa bir ölkələrdir. Yəni görməmişim. Azərbaycanda siz baxın, bir ortamda bir şirkət görüb buna görə xülasə bir Azərbaycan üzərində nəticə çıxartmayacaq. Tamam mı? Bunun üçün ən azı 10 iş yeri dəyişib, ondan sonra danışmaq lazım. Dövlət qurumları. 10 dövlət qurumunda işləməmsiniz. Bir dövlət qurumunda işləmsiniz. Razıyıq mı? Evet. Tamam mı? Bugün Azərbaycanda bizim coğrafyanın
Sistemlərin adı zaten biz çıxıb ki, bura paslanmışdır, burada bütün qurumlar paslanıb, bütün qurumlarda qoca nəsil oturub, heç kim inkişaf etmək istəmir, təhsil sistemi bu gündədir. Feedback budur, düzdür. Amma obyektiv yanaşmaq lazımdır. Mən getdiyim istənilən ortamda, mən orada vuruşub çalışan bir cavanlar görürüm. Azərbaycan dövlət qurumlarında daxil olmaqla. Bir orada vuruş. Məhz o vuruşanların sayəsində zaten bu yoxsa o paslanmış nəsilə qalsa, o sütunlar çoxdan çökər. Çoxdan çökər. Və istənilən, yaxşı, bununla razılaşa bilərəm ki, istənilən ortama getdiyinizdə bizdə o paslanmış insanları orada görəcəksiniz. Düzdür? Səni ruhdan salan, bu sistem belə gəlib, belə də gedəcək. Qaşıma, qaşınma, heç nəyi dəyişmə, heç nəyi inkişaf etdirmə. Dinc otur yerində, başlığı sal, bizə oxşa. Başlığı sal, işimi gör deyənlər olacaq. Dediniz konkret bizim üniversitede, Aziya. Oturmuşuz orada, biz məni Aziyada bırakmasınlar. Hiç mi arada bir gəlib dərs keçib gedirəm, seminar keçib gedirəm. Bağımı hoca bırakma, biz bunlara girişə bilmirik yani. Bak, bu ortamlarda belə, görürsə ki, sistem paslıdırsa və keçən dəfə nə dedi, bu sözümün üstündə qaldı. Sistemə dava açma, sistemə müharibə açma, özvü yerini dəyiş, sən ağac deyilsən. Tamam mı? Sənə dəyər verilən bir yerə get. Ki, Azərbaycanda dövlət qurumlarında belə gənc kadrlardan ibarət bir şeylər qurulur. Bir mərkəz qurulur və orada doğrudan da inkişaf görürsən yəni. Allahın asan sisteminə belə gedəndə, asan xidmətə, orada da paslanmış sistemi görürsən, bir də ki, gənc vuruşan kadrlarını görürsən yəni. Düzdürmü? Ona görə ümidi itirməmək lazımdır. Yəni, bir yerə ilişib qalmaq, o yerin doğrularını doğru kimi qəbul eləmək, sənin özünün common sense düşünən əqli məntiqin var, düzdürmü? Gör bu mənə uyur, yoxsa yox. Ondan sonra isə görürsən ki, burada yollar bağlıdırsa, başqa bir yolu tut dostum. Orada məcbur deyilsən, axır kimi qalmaq. Siz o sistem dəyişəcək, yoxsa dəyişməyəcək? Necə? Sizcə sistem dəyişəcək, yoxsa dəyişməyəcək? Çökənə qədər elə qala bilər. Mümkündür ki, qalacaq. Çökənə qədər. Tamam mı? O sistem özü-özünü məhv edənə qədər belə davam edəcək. İstəyən əlavə edeyim bir situasiya. Daha bir ürək doluysan. Problemlərə fürsət kimi baxdım deyə mən daha çox nəticələrim oldu və bunu artıq özümə rutin kimi etmişəm. Yəni, hansısa problem varsa, o mənə fürsətdir əslində. Eləcə də mənim çox neşirdir mühüzümdə. Çox güzel olur. Bəli, yəni bu məni həqiqətən də işıq yolu kimidir və həyatımı belə nidalamışam o günləri. Həqiqətən də mən layihə menacerinin köməkçisi işlədiyim halda, layihə menacerindən sonra mən olmalıydım onun vəzifəsində, amma reallıq o idi ki, məndən zəif birini. Cavan idi, məndən cavan idi, amma məndən soruşurdu bütün hər şeyi və idarəçiliyi o qədər də yaxşı olmasa da onu qəbul edədilər. Və o mənə problem idi. Mən inkişaf edə bilmədim, mən olduğum nöqtədə 3 layihəni idarə edildimsə, növbəti etapda mən onun köməkçisi və ya da aşağı vəzifəsində oldum. Və o situasiyadan istifadə edib daha başqa yerə girdim. Hansı ki, məni inkişaf eləmişdi, hansı ki, məni daha yuxarı gətirdi və rəhbərim mənə almışladı özü vaxt gələndə. Yəni, situasiya əgər sizi qane eləmirsə... Azim çıxın. Baxın, görün. Ümumiyyət, çıxmaq yox. Yəni, vəziyyəti necə edə bilərsiniz ki, sizə işləsin. Onsuz qurtarışıq alır. Yəni, əsas məsələ budur. Onsuz hər yerdə problem olur. İnanın, mənə sizə qarşıda olacaqlar, sizi qəbul edəcəklər, bu normaldır. Bir gördüm, məsələn, metroda işləyəndə bir nəfər var idi, xidməti müdürün qohumu idi. O gəldi, ona yəni hər bir şey təşkil edilər, verdilər, bizim otağımızı belə ona verdilər. Bizə işlər çıxartdılar, kimimiz yox. Amma ona qarşı çıxa bilmişsiniz, değil mi? Situasiyanı qəbul edin. Okey, siz nə vaxtsa müdür olanda edəcəklər. Vaxt olacaq. Aysə rəhmət. Yəni, vaxt olacaq. Yəni, o adamda o agresiya var, niyə baş verdi, nə üçün oldu, amma okey, situasiyanı əgər fənd edə bilmirsinizsə, demək başqa yerdə hər şəraiti yaradan bir yer var. Burası sadəcə oranı siz tapın. Axtarış mı? Çok güzel bir
İnanın mənə, Azərbaycan bizim kimi insanlar üçün, vuruşan şəxsi inkişaf olan insanlar üçün çox rahat bir yerdir. Çünki burada kompetensiya yoxdur. Siz təkcə Gürcüstana getsiniz. Bax, burada çox yoxdur. Gürcüstana getsiniz, sizin kimi yaşadınız, amma vəhşi rəqiblər görəcəksiniz. Sizlə yaşadılar, siz istədiyiniz üzərində daha çox çalışırlar, sizdən də çox çalışırlar və siz onlarla yarışmalı olacaqsınız. Burada istər təhsil sistemi, istər iş sistemi, hara gelirsən 70%'in pasdır. Pas alırlar. Sən biraz şəxsi inkişafdasan, biraz kreativ, biraz işinə məsuliyyətli, biraz can qoyan bir insan olanda rəhbərlik gözündə həmin dəqiq seçilirsən, parlayırsan rahatlıqla yəni. Hətta Azərbaycanda xarici şirkətə gəl. Bax, biz öz həyatı misal göstəririk. Bizim xarici şirkət deyirsən ki, mən də bir gün xaricdə işləmək istəyirəm. Deyirsənsə, heyətə baxsan, görəcəksin ki, heyətin 80%-i Bakıda xarici şirkətdə işləyə özünə inamı yoxdur ki, mən növbəti sistem xarici ölkədə işləyə bilərəm. İnanmır özünə buna. Bunlar artıq heç biri sənə rəqib deyil. Onlar sadəcə sənə maksimum nə deyə bilər? Bax, bizim heç birimizdə alınmayıb, buradan Biləcərdən o tərəfə keçmək, yəni. Səndə də alınmayacaq deyirlər. Buna sevinməlisən, bu düşüncədə sənə, nə yaxşı, belə də qal. Mən o düşüncədə deyiləm. Sən elə belə də qal, gör mən necə yolumu gedirəm, yəni. Bunu avantaj kimi istifadə edirlər, avantaj. Qoy yatsınlar, səs salmayanlar, qoy hələ yatsınlar. Yatmışları razı deyiləm ki, sonra yatsın. Qoy yatsın, mən də razı deyiləm. Dünya necə daha razı olsun. Onlar mənə deyirlər ki, sənin bəxtin gətirib tələbəliklərinə geri düşmüsən. Deməli, siz bəxtə inanırsınız, mən sorun. Halbuki inansaydınız ki, mən də Pərviz kimi əziyyət çəksəm geri düşə biləcəm, onda siz mənə rəqib olacaqdınız. Siz də əziyyət çəkib mənim yanıma gələcəksiniz, düzdür? Siz elə buna bəxt deyib, rahatladın özünüzü, təsəlli edin özünüzə. Ora getmək mümkün deyil, ancaq ondakı bəxtdir. Mən də getməyə məcbur deyiləm, çünki mümkün deyil. Nə gözəl, mənə səhv edir bu. Anlıyorsunuz, şöyle dersin. Keçin elə məsələn, o vaxtı... Hara geçsəz, bir qoca dayday gələcək deyəcək ki, ay bala, sən burada nə işin var? Bunu hər yanında deyəcək, var, hər müəssisədə o antik var, qoy olsun, boş ver. Məsələn, onlar da oynuyor. Məsələn, Könlüyə getmişdim bir dəfə Ankara'ya, avqustda. Orada getdim, mən host ailede qalırdım, host mənə apardı Otto'ya. Getdim Otto Üniversitetini gördüm, bir də Azini göreceğim, değil mi? Şimdi müqayisə edirəm, onların laboratoriyaları, yəni 4-5 dənə bu boyda, kafe boydadır. Yəni, girmişəm içəri, aerodinamikanı ölçmək üçün yekə bir də turba qoyurlar, yəni çox böyük bir şeydir. Yəni, əməlli başlı bilirsən ki, burada əziyyət çəkirlər də. Sonra girişdən uşaqları gördüm, Azərbaycanda bir nəfər gördüm orada. Getdim onların yanına, onlar Marsda hərəkət edən, ayda hərəkət edən robot düzəldirlər və Polşaya müsabiqəyə gedəcəklər. Bir də yadıma saldım ki, AZI. İşləməyən sensorlar, işləməyən kompüterlər, 99-cu ildən qalma kompüterlər, yəni beynimdə fırladıram bunu diyorum ki, yəni əməlli başlı biz burada yox, onlar da buradalar, indi. Ona görə çox təəssüf elədim ki, yəni mən AZI-də oxuyordum. Okey. Bir, masteri başqa yerdə oxuya bilərsiniz. Bəli, onu istəyirəm. Düzdür. Hətta bu bakalavru yarıda saxlayıb başqa yerdə bakalavru oxuya bilərsiniz. Və ya buradan diplomu alıb təzdən bir dənə bakalavru oxuya bilərsiniz. Həyatda heç kim sizi buna durdurmur. Ona görə deyilmirik. Deyilmək belə təsəlli deməkdir. Bu dəqiqə siz deyilməklə siz nə deyirsiniz? Mən o Ankaradakılar qədər uğur qazana bilməyəcəm. Çünki onlar elə bir laboratoriyada yetişirlər. Mən sizə belə yerdə yetişirəm. Və əslində onu demək istəmirəm. Demək istədiyim odur ki, yəni inkişaf fərqi çox böyükdür. Həddindən artıq çox. Ona görə biz şirkətə belə gələndə oradan səninlə eyni vaxtda işə düzəlmirsən də, o oradan Ankaradan gəlib işə düzəlib, sən də Bakıdan çıxıb işə düzəlmirsən. Sən iş həyatına atılanda ondan 10 qat artıq çalışmalı öyrənməli olacaqsan. Çünki sənin indi öyrəndiyi bu artıq 4 ildə öyrənir. Sənsə bu günə kimi öyrənməmişsən onları. Mən Şorbəcədə işə başlayanda mənim üçün hidrostatik təzyiq Roger H. Tamam mı? İngilis dilində Roger H. Və mən hidrostatik təzyiqin belə İngilis dilində necə adlanır, onu mən Şorbəcədə öyrənmişəm. Və bizdə və mənə gələn, mənim rəqibimsə, yəni, universitet elə projeləri yerinə yetirib ki, elə mənim iş yoldaşım ixtira edir universitetdə, yeni bir şey ixtira edir. Mən isə ancaq şey yazmışam, leksiya yazmışam, vərəyi tutub yazmışam və gedib ondan imtahan vermişəm. Fərq bu idi, başa düşürsünüz? Amma yenə də mübarizəyə davam etməlisiniz. Tamam mı?
Yenə də baxın, biz Azərbaycanda cəmsi 10 milyonuz. 10 milyonun nə qədəri şəxsi inkişafdadır? Neçə, 10 milyonun nə qədəri sənin yaşadığın, belə yaşaq, 5 yaş aralığı. 10 milyonun nə qədəri sənin yaşadığın? 15-20 mini sənin yaşadığın. Bu 15-20 mini tutar, bəlkə də çox. Dedilər, mən belə deyirəm. 10 milyonsun 15-20 milyon. Tamam, 1 milyon. 1 milyon sənin. Bu 1 milyonun neçəsi sənin qədər şəxsi inkişafdadır? Çox az. Universitetdə hər qrupda neçə uşaq şəxsi inkişafdadır? Çox az. Yox deyil. Yəni hər 30 nəfərdə neçəsi? 5. Hə, olur. Düzdür. Geriyə nə qalır? Sən nə qədər rəqibin var Azərbaycanda? Çox az. İndi bir dənə düşün ki, seçim səni, həyat səni Azərbaycanda dünyaya gətirir. Ya Hindistanda dünyaya gəlsin. Azərbaycanın arası da çox düşürsüz. Mən Hindistanlı iş yoldaşıma, Hindistanlılar biz belə baxırıq, Hindistanlıdır. Mən onlar şey kimi baxıram, yəni Bunu da erkek kimi. nə qədər insan arasından gəlib bu mənim yanımda durmağa, mübarizə aparmaya, yəni onun milyard rəqibi var. Mən sizə cəmsi Azərbaycandan çıxmışam. Ancaq Türkiyəyə belə geçsəydim, 80 milyondan 20 milyon mənim rəqibim olacaq. Başa düşürsünüz? Bunları da görürük. Stəkana dolu tərəfindən baxaq. Yaxşı, rəqabət zəif bir coğrafiyadır, nə gözəl. Çünki mən şəxsi inkişafdayım. Population az bir şeydir, nə gözəl, el yox. Dezavantaj nədir? Mən ortaya bir biznes ideya, bir məhsul qoyanda, mənim müştərim nə qədərdir? Çox azdır. Mən bir kitab yazsam, onu bir Türkiyədə 80 milyondan 1 milyon olsa, mən kitabı 1 dollarda satsam, milyonerim. Təbrik mənə. Amma Bakıda bir kitab yazsam, neçə adam oxuyur o kitabı Bakıda? Başa düşürsünüz? Yəni, o cəhətdən dezavantajdır. Bir biznes ideyası irəli sürmək üçün. Amma, demin kimi, şey baxmalısınız. Azərbaycanda rəqibim yoxdur. Mən də bunu bir daha oversee baxsam, bu məhsulu mən Azərbaycan ötəsi bir baxsam, bir məhsulu ortaya qoymalı, şanslı çıxacaqsın. Azərbaycanda rəqibim yoxdur, amma Azərbaycanın kənarda çoxdur məsələn. Çünki orada, yəni mən orada baxıram. Və ona görə də bəzi şeylərə ağlaşımı duranda, ən azı bir öbür ölkədəki bir gənc kimi düşünməliyik. Ay Fərz, mən gələ bilmirəm seminara, nə olub? İmtahanlar bizi kəsirlər, tökürlər. Yəni, Azərbaycanın təhsili, bir də düşün ki, sənin yaşadığın Avropada təhsil alır. Universitetdə o səviyyədə ağır təhsil alır. Oradan da çıxır, gedir kafedə də qarson kimi işləyir. Axşama kimi pulunu qazanır. Çünki o özü verməlidir o pulu. Onun atası 18 yaşından sonra deyir ki, sən yetişkinsən, bitdi, düzdür. Biz valideyn dəstəyi falan, valideyn də bizə deyir ki, bala, kitab oxu, başqa heç nə eləmir. Dəftər kitabı onunla belə ağlaşımı qurur ki, iflic olduğu dərslər, necə çəkin, ay Allah. Yəni, bunları görmək lazımdır. Bir şey var. Əslində, bu